Mərhum Əllamə Təbai bir ayə izah edibdir və bil valideyni ihsana. Əlbəttə biraz bu ayəyə əməl eləmək çox çətindir ha. Bir ata-anava ehsan elə. Ehsan yəni yaxşı iş gör. Yaxşı iş gör. Amma Əllamə buyurur ki, bu ayənin mənası belə deyil. Ata-anava yaxşı iş gör. İnsan neçə o yaxşı iş görə bilər ata-anasına. Məsələn, qocalıbdır bir daha işçi görə. Xörək lazımdır, xörək pişirtdirə yolluya. Bu da yaxşı iş görməkdir da. Hər nə ehtiyacı var, tələbatı var, həll eləyə, amma uzaqdan. Deyib, bu ayəyə əməl eləmək deyil. Burada demir, lel valideyni ihsana. Deyir, bel valideyni ihsana. Deyir, be sözü, yəni sənin özünün yaxşı əməlin elə görsənsin ata-anava. Özün ata-anavın qulluğunda ol. Deyir, bu ayənin mənası budur. Özün apar, özün xidmətində ol. Ayə incə söz deyir. Gör, İslam nə qədər dərin ata-anaya hörmət inanır. Deyir, ata-ananın tələbatı fəqət bu deyil ki, sən onun tələbatını uzaqdan yollayasan, həll eləyəsən. Deyir, səni də görsün. Səni görmək elə ona bir enerjidir, bir gücdür.